necə ki, alimlər qeyd edir, əxlaq iki cürdür. İnsanın digər insanlarla müamiləsində göstərdiyi əxlaq, bir də insanın Rəbbinə qarşı olan əxlaqı. Təbii ki, insanların bəzisi zənn edir ki, əxlaq təkcə insanlara qarşı olmalıdır. Təbii ki, ən böyük əxlaq insanın Rəbbinə qarşı olan əxlaqıdır. İnsanın Rəbbinə qarşı olan ədəbidir. Alimlər qeyd edir ki, əxlaq insanın batini surətidir. İnsanda iki surət var. Biri zahiri surəti, biri də batini surəti. Əxlaq insanın batini surətidir. Zahiri surəti isə insanın yaradılış formasıdır. Bədənində olan yaradılış forması. Necə ki, alimlər qeyd edir ki, insanlar bədəncə yaradılışına görə kimisi ən gözəl biçimdə, ən gözəl formada yaradılışında var, ən gözəl formada yaranıb. Kimisində yaradılışında görsən qüsurlar var. Və kimisi də orta formadadır. Həmçinin də insanlarda da əxlaq ya ən gözəl əxlaq sahibidir və yaxud da əxlaqı naqisdir. Əxlaq, qardaşlar, iki formadadır həmçinin. Bir, insanın yaradılışında olan əxlaq, onun fitrətində o əxlaq keyfiyyətlər var. Bir də qazanılmış əxlaq. İnsan bunu nəfsini tərbiyə eləyərək, nəfsi ilə mübarizə apararaq və bu əxlaqı qazanır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əşəc Abdülqeysə deyir ki, səndə iki xislət var ki, Allah subhanət hələ o sevir. Birincisi hilimdir, yəni yumşaqlıq, hilim. İkincisi də təmkinli olmaq. Dedi ki, ey Allahın elçisi, bu gözəl əxlaq mənim yaradılışımdadırmı, yoxsa bunu qazanmışam? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dedi ki, xeyr, bu sənin yaradılışındadır. Yəni fitrətindədir. Allah subhanət hələ belə yaradıb. Hədis Əbu Davud rivayət edib ədəb kitabında, hədis səhihdir. Və bu onu göstərir ki, qardaşlar, əxlaq həm qazanılır, həm də insanın fitrətində olur, yaradılışında. Yaxşı, insanın fitrətində olan əxlaq üstündür, dərəcə baxımından daha böyük əcr gətirir insana, yoxsa insanın qazandığı əxlaqı keyfiyyətlər üstündür. Təbii ki, alimlər qeyd edir ki, insanın fitrətində olan əxlaq dərəcə baxımından daha üstündür.